Herkese salam. Belə bir 11-ci sual UTK sınavının izahını edəcəm. Diqqətlə dinləyin. Deməli 31-ci sualda verilib üçbucaq və ABC üçbucağında BH perpendikulyardır AC-yə. Yəni bu üçbucağın BH nə idi? BH hündürlükdür. Digər tərəfdən bizə verilibdir ABY bucağı ilə, yəni ABE bu bucaqla EBC bucağı, yəni bu bucaq bərabərdir. Yəni bu deməkdir ki, BY burada nə oldu? Tən bölən. Yəni birinci növbədə bilməliyik ki, hündürlük çəkildiyi tərəfə perpendikulyar olur, 90 dərəcə bucaq altında kəsişir. Tən bölənin rolu nədir üç bucaqda? Təpədəki bucağı tən yarı bölür və bucaq A verilib bizə 70, bucaq C verilib bizə 60 dərəcə və təpədəki B bucağını tapa bilərik. Yəni bucaq ABC bərabərdir 180-dən 2 bucağın A ilə C-nin cəmini çıxarıq. Yəni 60 plus 70-i toplayıb 180-dən çıxacaq, eləyəcək 50 dərəcə. Deməli, təpədəki bucağı 50 dərəcə tapdıq. BY tənbölən olduğu üçün 50-ni 2 yerə bölürük, 25, 25 düşdü. Digər tərəfdən yaxınlaşdırıram. Biz bilirik ki, bax, bu üç bucağın, bax, bu E bucağı, iki daxili bucağının cəminə bərabərdir. Yəni, bucaq BEH bərabərdir. EBC üçbucağının, bax, fikir verin, bax, bu üçbucaqda B ilə C-nin, bax, bu EBC ilə BCE bucaqlarının cəmi, bax, bu HEB və ya BYH bucağına bərabərdir. Neçə dərəcə? Deməli, BYH bucağı 85 dərəcə olur. Çünki bura 60 idi, buranı 25 dərəcə tapmışdı. Digər tərəfdən bu necə üçbucaqdır özü? Üçbucaq BHE. Baxırıq ki, düz bucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcədir. Və bizə deyir ki, deməli, H-ı tapın. Yox. BHE-ni tap. Deməli, bizdən təpədəki bucağı, bax, bunu istəyir. Buranı tapmışam 85 dərəcə. Biz bilirik ki, üç bucağın daxili bucaqlarının cəmi 180-dir və düz bucaqlı üç bucaqda iti bucaqların cəmi 90 dərəcədir. Elə 90-dan 85 dərəcəni çıxacaq, eləyəcək 5 dərəcə. Cavab D variantı. 32-ci sualda 15 üstü n ədədinin natural bölənlərinin sayı 25 olarsa n-i tap. Birinci növbədə biz hasilin qüvvəti şəklində yaza bilirik. 3 vur 5 kimi yazacağım 15 üstü qüvvəti n bərabərdir. Hasili qüvvətə yüksələndə demişik ayrı-ayrılıqda qüvvət üstü paylanılır. Yəni qüvvət üstlərinin hasil şəklində göstəririk. Deyir ki, natural bölən. Natural bölənlərinin sayı necə tapırıq? Saylarının üzərinə 1 gəlir. 3-dən n dənədir. N plus 1 vurulsun. 5-dən də n ədəddir. O da n plus 1. Sayların üzərinə 1 gəlib. Deməli, 25-ə bərabər edirik. Təbii ki, n nəyə bərabərdir? 4. Çünki 5 vurulsun, 5 25 edir. Deməli, n 4 olsun ki, 4-ün üzərinə 1 gələndə 5-ə bərabər qiymət alsın. Deməli, cavab Y bəndi. 33-cü sualda burada bir radikal görürük. Radikal nə idi? Müxtəsər vurma düsturunun açılışı, sadələşmişi. Yəni, belə deyim, hasili 15, cəmi 8-ə bərabər eləyən ədədlər tapmalıyıq. O da 5 ilə 3. Kök altda 5 çıx, kök altda 3. Instagram səhifəmdə ətraflı qeyd eləmişəm. Bunun izahı var. Kök altda 5 çıxılsın, kök altda 3-ün çöldən kvadratı. Radikaldan azad etmə nədir? Yəni, cəmin və ya fərqin kvadratı şəklində müxtəsər vurma düsturu kimi qeyd eləmək. Yəni, əslində gəlin yoxlayaq. Bunun açılışıdır. Kök altda 5-in kvadratı kökdə 25 eləyir. Oradan 5 çıxır. Çıx hasilinin kimisi 2 kökdə 15 plus kök 3-ün kvadratı kökdə 9. Oradan 3 çıxır. 5 plus 3 verirmi? Bizə 8 çıx. 2 kökdə 15. Ətraflı izah etdik. Deməli, doğrudan da 8 çıxılsın. Fikir verirsiniz. 2 kök altda 15. Nəyin açılış düsturudur? Bax, bunun açılış düsturu imiş. Aha, deməli, kvadrat kökü aparacaq. Bu 8-ci dərəcədən kökdür. Burada qeyd olunub. Kvadratla, bax, bu dərəcəni ixtisar apara bilirik. Burada 4 qalır, burada 1 qalır. Deməli, 4-cü dərəcədən kök altda kökdə 5 çıx, kökdə 3 vurulsun. Digərini yazıram. 4-cü dərəcədən kök altda 5 plus kök altda 3.
dərəcələr eynidirsə bir kökə salmaq mümkündür. Kökdə 5 çıx kökdə 3 və kökdə 5 plus kökdə 3. Baxırıq bir toplama, bir çıxma düsturudur. Hansı müxtəsərdir? Təbii ki, a kvadrat çıxsın, b kvadrat. 4-cü dərəcədən kök atda 5 çıx 3 eləyir, yəni 2. Cavab Y bəndi doğrudur. 34-cü sual çoxluqlara aiddir və A ilə B kəsişibdir. Fikir verirsiniz, A ilə C kəsişibdir, amma digərləri qeyd olunur. Bunu necə yazarıq? Belə götürərik. B ilə C birləşib, amma A ilə nə ediblər? Kəsişiblər. Deməli, C bəndini götürəcəyik. Çünki B ilə C-nin bütün elementlərini yazıb, B ilə C-nin birləşməsi bilirik ki, bütün elementlərdən ibarət çoxluqdur. Və bu çoxluqdan biz A-nı çıxsaq, belə deyim, birləşmə ilə, daha doğrusu A-nın kəsişməsini götürsək, həm B-də, həm C-də olan ortaq vuruqlar elementləri yazmış oluruq. Deməli olacaq B ilə C-nin birləşməsi ilə A-nın kəsişməsi. 35-ci sualda köklərindən biri falandır deyəndə, bunu dəfələrlə demişəm. O zaman x-i tapmış olur. Yəni köklərindən biri x1 neçədir? 3-dür. Tənliyin kökü onun x-in aldığı qiymət. Yerinə yazaraq n-i tapmaq mümkündür. Amma bizdən digər kökü istəyir. Əvvəla kvadrat tənlikdə n-i tapmalıyam. Tapaq. X-in yerinə gətirib 3 yazacağım. 2 vurulsun 3-ün kvadratı 9 çıx 3 vur n çıx 9 bərabərdir 0. 18 çıx 3 n çıx 9 bərabərdir 0. 18-dən 9-unu çıxıram eləcək 9 bərabərdir 3n, n də bərabərdir 3. N-in yerinə gətirib 3 yazacağıq. İndi bu kvadrat tənlikdə bizə digər kök v teoremi işə düşür. Digər kökü tapmaq lazımdır. Birinci çevrilmiş kvadrat tənliyinə demişəm, çeviri kvadrat tənliyə çevrilmiş dedik. Nə zaman deyirik kvadrat tənliyə? O zaman A-sı 1-ə bərabər olanda. Deməli, A-sı burada 2-dir, A bərabərdir 2-dir və hər tərəf nəyə böləcəyik? 2-yə bölürük. 2-yə bölək, olacaq x kvadratı çıx 1/5x çıx 4/5 bərabərdir 0. Kökləri hasili deyəndə köklərindən biri 3-dür. Yəni x1 vurulsun x2 bərabərdir. Sərbəst həddə -4/5-ə. Köklərindən biri 3-dürsə o birini tapmaq olar. -4/5-i böləcəyik. Deməli 4/5-i bölürəm 3-ə. O deyilir -1/5. Cavab Y bəndi. 2 rəqəmli ədədin rəqəmləri cəmi 12-dir. Bu ədədin onluqlarını göstərən rəqəm təhliklərin göstərilən rəqəmin 50%. 50% ədədin hansı hissəsidir? %50 kimi yazıb onları ixtisar aparsaq 2-də 1, yəni yarısı deməkdir. Onda bu deməkdir ki, onluğu göstərən rəqəm təkliyin yarısıdır. Burada bax, rəqəmləri cəmi təbii ki 12-dir hamısının. Amma biri o birinin yarısı olan fikir verin. Hansıdır? Ya 84-dür, ya 48-dir. Görürsünüz, 2 dəfə kiçikdir, böyüdür. Amma bizdə lazımdır onluğu təhliyindən 2 dəfə kiçik olsun. Cavab olacaq C bəndi doğru cavabdır. 37-ci sualda toxunanlar qeyd olunub. Bilirik ki, toxunanlar bərabərdir hər zaman. Və bu da mərkəzi nöqtə olsun. A nöqtəsindən çevrəyə deyir ki, toxunan çəkilib. DF burada göstərib. DFE bucağı 75 dərəcədir. Bu bucağı tapaq. Birinci, toxunma nöqtəsindən keçən dəstə izah eləmişəm. Mərkəzə qədər xətt çəkəndə perpendikulyar olur. Hər zaman toxunanla məsafə çəkmiş oluruq da perpendikulyardır. Digər tərəfdən də eyni hal baş verir. 90-dır. Deməli, aldığımız bu 4 bucaqlı, belə deyim, 4 bucaqlının bilirik ki, daxili bucaqların cəmi 360-dır. Əgər bura 90, bura 90-dırsa, eləyir 180. 360-dan 180 çıxanda qalır ikisinin cəmi. Belə deyim ki, ikisinin cəmi qalır, deməli 180. Yəni, birinci növbədə, əgər daxilə çəkilmiş bucaq 75-dirsə, mərkəzi bucaq da onun 2 qatı olur. Neçə dərəcə oldu? 150 dərəcə. Onda bucaq A nəyə bərabərdir? 180-dən çıxacam 150-ni, bərabərdir 30 dərəcə. Cavab C bəndi. 38-ci sualda birinci nə edərəm? Yuxarıdakını olduğu kimi saxlayaram. A üstü 9 plus A üstü 3 bölünsün. Aşağıdakını vurub açaram. Çünki heç bir müxtəsər vurmanın açılışı kimi də deyil. Yəni, adamı çaşdırmaq üçün bu şəkildə verirlər, düzdür. Baxanda deyirsən, mənlik deyil, çətindir. Çətin də deyil. İndi vurub açanda görəcəksiniz. A-nı A kvadratına vuranda olacaq A kubu. A-nı bilirik ki, 1-1 paylama xəssəsindən istifadə edəcəyik vurmanı.
A-nı 1 bölünsün A kvadratına vuranda olacaq plus 1 bölünsün A minus A-nı 1'ə vururam eləcək A. Sonra keçirik digər. Deməli vuruğa belə qeyd edeyim. İndi A-da 1-i belə deyim 1 bölünsün A-nı A kvadratına vuranda A-lar gedir 1 qalır. Yazıram plus A. A-da 1-i buna vuranda olacaq müsbət A kubu 1 bölünsün A kubu. A-da 1-i mənfi 1-ə vuranda eləcək mənfi 1 bölünsün A. İslahlara baxın 1 bölünsün A-lar gedir. Oxşar toplananları islah edirik. Mənfi A əks ədədlər müsbət A islah gedir. Qalır A kubu üstə gəlinsin 1 bölünsün A kubu. İndi bunu qısa versiyada yazacağım. Plus 1 bölünsün A-nın kubu. Aşağısına 1 atıb ortaq məxrəci gətirəcəm. Aşağıda olacaq A kubunda A kubu A üstü 6 plus 1. Yuxarıda da ortaq vuruq A kubunu çıxarsaq yerdə qalacaq A üstü 6 plus 1. Deməli burada bölmə zamanı nə edirik? Birinci kəsir, ikincinin tərsinə vuruq. Deməli A kubu çıxacaq yuxarı. Fikir verin. Olur A üstü 6. Əsası eyni olan hədlər vurulanda üstlər toplanır. Çünki burada bölünsün A kubudur. Fikir verin. Burada A kubuydu. Deməli bu A kubu çıxacaq yuxarı. Bu da yerində qalır. O A kubu yerinə çıxanda A kubu vurulsun A kubu kimi yazırıq. O da əsası eyni olan hədlər vurulanda üstlər toplanır. Yəni A üstü 6 oldu. A üstü kubunu sildim. Deməli bunlar getdi ixtisara. Cavab qaldı A üstü 6. Cavab D bəndi doğrudur. 39-cu sualda verilib x çıx 2 sayda işçi bir işi 12 saata yazıram. X çıx 2, yəni bu qədər işçi 12 saata yerinə yetirir işi. X çıx 6 sayda işçi isə həmin işi 18 saata yerinə yetirir. Sayda, yəni say və zaman necə mütənasibdir? Tərsi yan-yana vururuq. Təbii ki, 12 vurulsun x çıx 2 bərabərdir. 18 vurulsun x çıx 6. Vurub açma üsulundan istifadə edəcəyik. 12x çıx 24 bərabərdir. 18x minus 108. Ədədlər bir tərəfə, x-lar bir tərəfə keçir. Deməli alınacaq 84 bərabərdir. 18-dən də 12-ni çıxıram 6x. X də bərabərdir 14. Cavab Y bəndi. Bizə də x ədədinin qiymətini istəyirdi. 40-cı sualda çox maraqlıdır, düzdür. Uşaqlar deyir ki, ay müəllim bu nədir və bunu necə həll eləyəcək? Mən bir şey deyim. Fikir verin, bu sizə nəyi xatırladır? 1 çıx 4də 1 nə deməkdir? Yəni 1-in kvadratı çıx 2də 1-in kvadratı. Fikir verirsiniz. Sonra digərini də elə yazacağım. 1 çıx, yəni 1-in kvadratı çıxılsın 3də 1-in kvadratı. Hansı müxtəsər görürük? A kvadrat çıx B kvadrat. Bir toplama ver çıxma. Sonra daha sonra 1 kvadratı çıx 4də 1 kvadratı 16da 1 eləyir. Bu şəkildə yazırıq. Və görürük ki, burada bir toplama, bir çıxma, bir toplama, bir çıxma, bir toplama, bir çıxma şəklində yazası olacaq. Çünki ən asan yolu budur. Birinci yazıram. 1 çıx 2də 1, 1 plus 2də 1. Digərini yazıram. 1 minus 3də 1, 1 plus 3də 1. Sonra 1 çıx 4də 1 vurulsun. Digərini aşağıda yazacağım. 1 plus 4də 1 və 1 minus 15-in kvadratı 225 edir. Və 1 plus 15də 1. İndi diqqətlə baxaq. Birinci çıxmalara baxaq. Görə bizə nə verir? 1 çıx 2də 1. Yəni 2də 2-dən 2də 1-i çıxıram. 2də 1 vurulsun. Bax, çıxmaları hesablayıram. Bunun aşağısına 1 atırıq. 3də 3-dən 3də 1-ini çıxıram. 3də 2 eləyir. Bax, bu da getdi. Bu çıxmada eləyəcək 4də 3. Bu çıxmada eləyəcək 15də 14. Fikir verirsiniz. İxtisar gedir bu şəkildə gedəcək və 15də 1 qalır. Deməli, fərqlərin hamısının hasili nə oldu? 15də 1. İndi toplamalara baxaq. Deməli, toplamalara baxacağım. Bunun aşağısına 1. 2də 2-nin üzərinə 2də 1 gəlirəm. 2də 3 vurulsun. Sonra bu toplamada cəmə baxıram. Yəni 3də 3 üstə 3də 1 gəlirəm. Eləcək 3də 4 düzdür, vaxt taparandı. Sonra 4də 4-ün üzərinə 4də 1 gələm, 4də 5 və bu şəkildə gedir. 15-də 16 alırıq. Digəri də sonsuz sayda. Fikir verirsiniz, bu şəkildə gedəcək. Aha, getdi mi? Qaldı 2də 16. Deməli, burada da oldu 2də 16. İndi isə bunların hasilini tapacağım. 15də 1 vurulsun. 2də 16. 16 ilə 2 gedir. 8 cavab. 15də 8 alındı. Cavab A bəndi doğrudur.
Sonra 41-ci sualda təbii ki, hər zaman demişəm ki, buraxılış imtahanlarına da düşür. Sınavlarda da çox qarşımıza çıxıb müxtəsər vurmanın alınma köməkçi düsturları. A kvadratı plus B kvadratı verib AB hasili A plus B. Deməli, birinci düsturları yada salıram. A kvadratı plus B kvadratı A plus B'nin çöldən kvadrat çıx 2AB və bir də düsturu var. Fərqi ilə olan A çıx B'nin çöldən kvadratı plus 2AB. Bax, bu düstur. İndi bizdən cəmi istədiyi üçün biz də cəmi olan düsturdan istifadə edəcəyik. Yazırıq. Deməli, A kvadrat üstəgəl B kvadratın yerinə A plus B'nin çöldən kvadrat çıx 2AB bərabərdir 34. A plus AB'nin qiyməti bəllidir. Nə yazacağım yerinə? 15. A plus B'nin çöldən kvadratı çıx 30 bərabərdir 34. Mənfi 30'dur. Keçəndə bu üzə müsbət 30 olacaq və A plus B'nin mötərizə kvadratı bərabərdir 64 alırıq. Nəyin kvadratı 64'dür? Nəyin kvadratı 64'dür? Təbii ki, 8'in müsbət 8. Çünki bizdən müsbət qiymətini istəyir. Birinci şərti oxuyuruq diqqətlə. AB paraleldir DY-yə. Deməli, bu AB ilə DY nədir? Paralel. Bax, bu iki paralel düz xəttin üçüncü ilə kəsişməsindən alınan bucaqlar var. Bura verilib 110 dərəcə. Təbii ki, daxili bucaqlar, daxili bir tərəfli bucaqlar cəmi 180-dir. 180-dən çıxıram 110-u. Eləyəcək 70 dərəcə. Deməli, bura 110-dursa, bura da 110-dur. Çarpaz bucaqdır və qonşusu da olacaq 70 dərəcə. Digər tərəfdən BC paraleldir, DF verir. Qoy bu hissəni siləcəm. Aha. BC ilə DF paraleldir və üçüncü bir düz xətlə kəsib. Bunu da uzatmışdıq. Deməli, fikir verin. Bura 70 isə, bura da 70'dir. Onda qonşusunu tapmaq üçün təzədən 180-dən çıxacağım 70'ni. Eləcək 110 dərəcə. Deməli, bura 110 dərəcədir. Hətta bura da 70'dir. Fikir verin. O zaman 110 böləcəm 2 yerə. Eləcək 55 dərəcə. Cavab Y bəndir. 55, 55. Daha sonra keçid alırıq 43-cü suala. Burada da bucaqlarda baxaq görək fərqli bir testdir. AB paralelliyi verilib. Yəni doğrudan da görünür ki, AB-yə paraleldir. ABD 70 dərəcədir. ABD 70 dərəcədir. DC parçası BDY bucağının tənböləndir. Deməli, biz demişik ki, zigzag şəklində gələndə burada neçə dərəcə olur? 70 dərəcə, yəni çarpaz bucaqlardır. DC tənbölən olduğu üçün 70'i 2 yerə bölürəm, eləyir 35 dərəcə. Qeyd edirəm, silib. 35, 35. Bizdən isə DCK, bax bu hissəni istəyir. Burada da görürük ki, bax bu hissələr siləcəm. 2 paralel düz xəttin üçüncü ilə kəsib daxili bir tərəfli bucaqların cəmi 180'dir. 180'dən də çıxaram 35'i, alarıq 145 dərəcə. Cavab C bəndir. 44-cü sualda daha maraqlı bir test var. Deyir, 3 bucaqda ABC 3 bucağı 90 dərəcədir. Deməli, ABC düz bucaqlı 3 bucaqdır. BD perpendikulyardır. Deməli, BD nədir? Hündürlük. Yadınızda düz bucaqlı 3 bucaqda hündürlük qaydası var idi. BD'nin kvadratı, yəni H-ın kvadratı hipotenuzun bölündüyü bax bu parçaların hasilinə bərabərdir. BD kvadratı bərabərdir AD vurulsun DC. Deməli, burada BD AD vurulsun DC-ni əvəz eləyə bilərəm. Nə ilə? BD kvadratı ilə yazacağım. BD kvadratı vurulsun BD bərabərdir 125. Əsası eyni olan hədlər vurulanda üstlər toplanır. Olur BD kubu bərabərdir 125. O zaman nəyin kubu 125'dir? BD nəyə bərabər olur? 5'ə. Cavab 5. BD parçasının uzunluğu 5'dir. 45-ci sualda çox maraqlıdır. Deyir, 10 detalı usta 3 günə, şagird isə 5 günə hazırlayır. Bir şey deyim, əgər 10 detalı 3 günə hazırlayırsa usta, bir günə nə qədər detal hazırlayar? 10 bölünsün 3. Bir günə hazırladığı detal, belə deyim. Bu necə deyək? Məsələn, deyir ki, 3 günə 30 səhifə oxumuşam kitabın. Bəs bir günə neçə səhifə oxuyaram? Neyinirik? 30'u bölürük 3'ə 10 səhifə. Burada da eynən 10 detalı 3 günə hazırlayırsa 10 bölü 3 bizə bir günü verir. Digəri də ustadır bu. Usta qeyd edirəm. Digəri isə şagirdidir. 10 bölünsün 5 eləyəcək 2 günə. Bu da 2 gün deyirəm. 10 bölü 5 bir günə
şagirdin hazırladığı detaldır, belə deyək. Deyir, onlar birlikdə 560. Birlikdə deyil. Usta və şagirdi birlikdə nə edərik? Toplayarıq. 3-də əslində 2 eləyirik, yazmıram özüm. 5-də 10 sizə göstərirəm. Üstə gəlsin 3-də 10. Fikir ver, bir günə usta 3-də 10 hissə, belə deyim 3-də 10 saat detal, bir günə şagird 5-də 10 detal hazırlayır. Bax, bunu göstərdik. İndi cəmi bir günə ikisi birlikdə nə qədər detal hazırlayır? Ortaq məxrəc 15-dir. 15-də 80 detal bir günə ikisi birlikdə hazırlayır. Bəs 560 detal neçə günə hazırlayır? Nə edirik? 560'ı bölərəm 15-də 80-ə. O da bərabərdir. Birinci kəsir qalır, ikincini tərsinə hasilini tapıram. O da 80 ilə 560 gedir. 7, 15'ə vuranda 105. Deməli, cavab 105 günə hazırlayır. 46-cı sualda çoxluqlardır. A və B çoxluqları verilibdir. Bizdə deyir ki, A'dan B-ni çıxanda 5 element, B-dən A-nı çıxanda 19 element, fikir verin, A özü veribdir. Bu kəsişməsini isə X qəbul edirik. Və görün, burada yuxarıda birinci bizə nə verib? Deyir, A'dakı elementlərin 3 misli B-dəki elementlərin sayı ilə. A'dakı nə qədər element var? 5 plus X sayda element var. Onu vuranda 3'ə bərabər eləyəcək B-dəki elementlərin sayına. Burada tənlik həll eləmiş oluruq. 15 plus 3x bərabərdir x plus 19. 2x bərabərdir. Müsbət x keçir bu üzə çıxılır. 15 müsbət keçir bu üzə çıxılır eləyir 4. X bərabərdir 2. Deməli x nəyə bərabərdir? 2-yə. Cavab 2. 47-ci sualda yenə müxtəsər vurma düsturu görmüş oluruq. Böyle fikir verin. Deməli A plus B'nin çöldən kvadrat bərabərdir 4AB. Bu 4AB-ni keçirdik bu üzə. A plus B-nin çöldən kvadratı çıx 4AB bərabərdir 0. Burada A kvadratı plus 2AB açırıq plus B kvadratı çıx 4AB bərabərdir 0. Mənfi 4AB-nin üstə 2 gələndə eləyəcək A kvadratı mənfi 2AB plus B kvadratı bərabərdir 0. Təzədən bir dənə də açılış aldıq. A açıq B-nin çöldən kvadrat bərabərdir 0. Onda A açıq B neçədir? 0-dır. Açıq B-nin yerinə 0 yazacağım. 0-ın üzərinə 4 gələndə 4-ə bərabər qiymət almış oluruq. Deməli, 47-ci sualda cavab 4-dür. 48-ci sualda ortaq vuruq mötərizə xaricini çıxarmalı. Bu ikisində ortaq vuruq nə var görək? Axı 15'i 3 vur 5 kimi yaza bilərik. Deməli, kökdə 3'ü ortaq vuruq kimi çıxarsaq, 1 plus kök altda 5 çıx. Hər ikisində nə var? Mənfi 2 var. Kök altda 2. Mənfi kök altda 2 çıxanda yenə 1 plus kök altda 5 almış oluruq. Aşağıdakını olduğu kimi yazacağım. Hələ ki sadələşdiririk. Ortaq vuruq təzədən nə çıxarda bilirik? Hər ikisində ifadə 1 plus kök altda 5 ifadəsi ortaqdır. Qalır yerdə kökdə 3 çıx, kökdə 2. Kökdə 3 çıx, kökdə 2'lər getdi ixtisara. Qalır 1 plus kökdə 5. Deməli 1 plus kökdə 5'i də vururam. Kök altda 5 çıx 1'ə. Toplananların yeri dəyişəndə hasil belə deyim, cəm dəyişmir. Hasilini tapırıq. O da 1 toplama 1 çıxma düsturundan A kvadrat çıx B kvadratıdır. Yəni kökdə 5'in kvadratı çıx 1'in kvadratı. O da verir bizə 4. Deməli 48'də də cavab 4 olur. 49-cu sualda verib bizə aralarındakı məsafə 960 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya 2 avtomobil yola düşdü. Onlardan birincisi bu yol 16 saate gedir. İkincisi ise 14 saata gedir. Onda nə qədər kilometr sürətlə gedər? Məsələn, bizdən birinci avtomobil istəyir axı. Deməli, 960'ı və birinci belə deyim, bərabərdir. Bölərəm 16 ilə 60 kilometr saat sürətlə gedir. Kilometr saat sürətlə gedər. Bizdən soruşur ki, görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Deməli, birincisi fikir verin, yolu 16 saata gedir. Onda 16 saata, belə deyim, 1 saatda hansı hissəsini gedər? 16'da 1 plus. İkincisi isə 14 saata gedir. Hansı hissəsini? 14'də 1. Ortaq məxrəcə gətirirəm. 112'də deməli, burada 15 eləyir. Niyə? Bunu 2 vur 8, bunu da 2 vur 7 kimi yazanda bunu 7'yə, bunu isə 8'ə vurmuş oluruq ortaq məxrəc üçün. O da 112'də 15 edir.
və 1 saatda belə deyim getdikləri yoldur. Nə qədər sürə belə deyim zamandır ki, hansı ki 16 saata gedirdi. Biz dedik ki, bəs 1 saatda hansı sürətlə gedə belə bir şey dedik. Hansı hissəsini qət etmiş olar. Deməli ikisi bir yerdə 112-də 15 hissəsini getmiş olur. Biz onu saata və ya belə deyim vaxta çevirəndə nə edirik? Tərsinə çeviririk də hissəni. Deməli sürət var, hissəni də tapdıq, saata çevirəndə 15-də 112 eləyir. Deməli S bərabərdir V1, burada T bərabərdir yazın. Deməli tərsinə çevirəcəm, çünki hissəni tərsinə, yadınızda boru çən məsələləri var idi. Bir boru hovuzu 5 saata, ikinci boru hovuzu 3 saata. Deyirdik hansı hissəsini yerinə yetirir, 5-də 1, 3-də 1 yazırdıq, 15-də 8 eləyirdi. Amma deyir neçə saata doldurar, nə edirik? Həmin vaxtı tərsinə çevirib deyirdik ki, məsələn, burada almışıq 15-də 112 saata. Və görüşənə qədər, yəni bu qədər vaxt itib və bizdən isə getdiyi birinci avtomobilin getdiyi yolu istəyir. Yəni V1-i vuracam T-yə. O zaman 60-ı vururam 15-də 112-yə. 15 ilə 60 gedir. 4, 4-ü 112-yə vuranda cavab eləyəcək 448. Doğru cavab 448 olar. 50-ci sualda çox maraqlıdır. Daha tez-tez qarşımıza çıxan suallardan biridir. D düz xəttdə A və B mərkəzli çevrələrə uyğun olaraq C, D nöqtələrində toxunur, göründüyü kimi şəkildə qeyd olunubdur. Və bizdə mərkəzlər arası məsafə istəyir. Mərkəzlər arası məsafəni tapmaq üçün fikir verin. Buradan belə bir xətt çəkərəm. Bura 6-dırsa, bura da 6-dır. 16-dan 6-nı çıxanda bura 10 olur. 24 verib, qarşı tərəfdə 24. Deməli, bu balaca düz bucaqlı 3 bucaq aşağıdan qeyd edirəm. 24 və bura 10-dur. Deməli, Pifaqorla bax bu məsafəni tapacağıq. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni 100 plus 576 bərabərdir 676. Nəyin kvadratdır? Təbii ki, 26-nın. Deməli, cavab burada olacaq 26 mərkəzlər arası məsafə. 51-ci sualda 180 kiloqramlıq məhlulda 20% duz var. İndi buna nə qədər deyir su buxarlandırmaq lazımdır ki, məhlulun duzluğu 24% olsun. Məhlul məsələləri hər zaman, bax bu yeni məhlulun miqdarıdır. Birinci 180 kiloqram idi, buxarlanıb və yeni məhlul 24%-li alınıb. Biz bu ikisi necə tapacağıq? Tərs mütənasibdir məhlul məsələləri və yan-yana vururuq. 180 vur 20 bölünsün 24. Deməli 6 ixtisar aparırıq. Burada qalacaq 34 ilə 20 gedir 5 və 150 kiloqramlıq məhlul alırıq. X neçə tapdım? 150. Əvvəl 180 idi. Nə qədər deməli su buxarlanıb ki 150 qalıb. 180-dən də çıxıram 150. Cavab eləyəcək 30 kiloqram. Deməli cavab oldu 30. 52-ci sualda verilib çox maraqlı və ilk dəfə rast gəldiyimiz suallardan biridir. Diqqətlə dinləyək. Perimetri 60 olan, bax bu A, B, C, E, D, F, A. Bax bu fiqurun perimetri 60-dır. Yazıram P bərabərdə 60. Digər tərəfdən bu üç bucaqlar nədir? Deyir, bərabər tərəfli. Onda bunu da B yazsaq tərəfinə bütün tərəfləri B olur. AC-ni tap deyir. Deməli AC nəyə bərabərdir? A plus B-yə ümumi uzunluq. Bunu tapaq. Deməli, fikir verin, burada perimetri qeyd edə bilərəm. Bir də fikir verin, deməli, ABC üç bucağı da bərabər tərəflidir ya. AC tərəfimiz A plus B-dirsə, onda bütün tərəflər nə olacaq? A plus B. İndi perimetri təsvir eləyək. AB nəyə bərabərdir? A plus B-yə. BC nəyə bərabərdir? Yenə A plus B plus. Sonra CE B oldu. ED, o da B'dir plus. DF A'dır. Bu da A'dır. Bərabərdir. Ümumi 60 santimetrə. Və fikir verin, neçə dənə A var? Baxırıq 4A plus neçə B var? 4B bərabərdir 60. Hər tərəfi 4-ə bölsək, alacağıq burada. A plus B bərabərdir 60-ı 4-ə bölüm 15. Deməli, AC tərəf nəyə bərabərdir? 15 santimetrə. 53-cü sualda deyir, 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı, Y qəzetini oxuyanların sayının 4 mislidir. Yəni, X nəyə bərabərdir?
Y qəzetini oxuyanların 4 mislinə və cəmi 80 nəfərlik var. Deməli, x plus y bərabərdir 80-dir. X-in yerinə 4y yazacağım. 4y plus y bərabərdir 80. 5y bərabərdir 80. Y də bərabərdir 16. Deməli, bizdən isə x istəyir. 4 mislinə bərabər idi. 16 vurulsun 4 bərabərdir 64. Cavab 64. 54-cü sual yenə müxtəsər vurma düsturunun alınması düsturundan istifadə edəcəyik. A kvadrat üstəgəl B qeyd edirəm. A plus B-nin çöldən kvadrat çıx 2AB bərabərdir 6AB. A minus B-nin çöldən kvadratı üstəgəlsin 2AB bərabərdir 6AB ilə əvəz edirik. A plus B lazımdır bizə. Təbii ki, mənfi 2AB keçir bu üzə 8AB olur. O da kvadrat olduğu üçün kök altına salacağım. Kök altında 8AB bölünsün. Aşağıdakı da müsbət 2AB keçir bu üzə çıx 2AB olur. O da 4AB olduğu üçün kvadratı 4AB-dir. Amma A çıx B istəyir bizə. O da kök altında 4AB-yə bərabərdir. AB-lər gedir. Kökdə 8-i kökdə 4-ə böləndə eləcə kökdə 2. Cavab 54-cü sualda kökdə 2-yə bərabərdir. 55-ci sonuncu suala baxaq. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünün 3 misli. Deməli, qonşu bucaqlar x plus y olsun. Qonşu bucaqların cəmi 180 dərəcədir. Birinin dərəcə ölçüsünün 3 misli, yəni 3x bərabərdir. Digərinin 2 mislinə, 2y-a. Yadınızda x demişdik, y də bir-birlərinin əmsalına bərabərdir, amma k mütənasibli əmsal daxil etmək şərti ilə. X 2-dirsə, yazacağım x bərabərdir 2k, y də bərabərdir 3k-ya. Bilirik, yerinə yazanda olacaq 5k bərabərdir 180, k da bərabərdir 36, 180 5-ə bölürük. Deməli, 36 bir dəfə 2, bir dəfə də 3-ə vuracağım. X bərabərdir 2 vurulsun 36 bərabərdir 72. Y də bərabərdir 3 vurulsun 36 bərabərdir 108. Doğrudan da toplayanda 180 eləyir qonşu bucaqlardır. Biri digərinə də 2-3 mislinə bərabərdir. O da 72 ilə 108-ə bərabər bucaqlar aldıq.